Uşaqlar salam. Bugünkü testimizdən sizə güvənilən alkinlərin xarakteristikası, izomerliyi və nomenklaturası testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Deməli, birinci sualda C2H2-ni verib, asetilendir. Bunun üçün doğru olan ifadələr. Karbonlar sp hibrid vəziyyətindədir. Bəli, 3 qatdır deyə sp-dir. 3 dənə pi rabitə yox, 2 dənə pi var. Alkindir, düzdür. CnH2 çıx 2 formuluna tabidir. Ona görə 4 səhvdir. Cavab nədir? 1-3 A variantı. Deməli, alkin molekulunda elementlərin kütlə nisbəti. Bilirsiniz ki, CnH2 çıx 2-dir. Karbonun kütləsi burada 12-dir. Hidrogenin kütləsi 2-in çıx 2-dir. O da 8-ə bərabərdir. 16N çıx 16 bərabərdir 12N-ə. Buradan N eləyir nəyə? 4-ə. Deməli, alkinin emerini tap. C4H6. 12'yi vururuq 4'ə. Üstünə gəldik 1 vur 6. O da eləyir 54. B variantı. Asetilində hidrogen atomlarını metil və izopropil radikalından əvəz elə. Asetilen belə yazılır. Düzdürmü? Bax belə. İndi burada asetilenin hidrogenlərini götürdüm. Qaldı bu vəziyyətdə. Hidrogenlərinin birinin yerinə metil, birinin yerinə izopropil qoy deyir. Bunu da yazdım. Aha. İndi bunu adlandır. Baxıram ki, variantlarda beynəlxalq nomenklaturadan gedir. Bunu hardan tanıyıram? Rəqəmlər varsa beynəlxalqdır. Ən uzun zəncir seçilir. 3 qat yaxın olan tərəfdən nömrələnir. Əgər 3 qat hər iki tərəfə eyni nömrəyə düşsəydi, radikalın yaxın olan tərəfdən eləyərdim. Bu da olur 4 metil. 5'ə deyirlər pentan, amma bu alkindir deyə pentin 2. 4 metil pentin 2. Cavab D variantı düşdü. Dördüncü sualda yenə elementlərin kütlə nisbəti CnH2 çıx 2. Baxın, ümumiyyətcə alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir vahid əksik. Alkin də alifatikdir, sigması 3n çıx 3 olacaq. Ümumi atomun sayından bir əksik elədim. Bunu 6'ya bərabər eləyəndə n eləyir 3. Bu oldu C3H4. Burada karbon kütləsi nə qədərdir? 36. Hidrogen kütləsi nə qədərdir? 4. 36'yı 4'ə böləndə 9. 4'də Y variantı. 5-ci sualda. C4H6-da sigma rabitə. C4H6. Deməli, bu ya formul olaraq ya alkadiyendir ya da alkindir. Çünki alkin alkadiyen olduğunu demir. Düzdür, indi bu test alkin testi deyə bilərik ki, bu alkin. Amma biz belə normalda imtahanda bilməriyik. Ona görə C4H6 iki sinifə mənsubdur. CnH2 çıx 2 həm alkində var, həm alkadiyəndə. Ona görə bu həm alkin də ola bilər, alkadiyen də ola bilər. Amma ən əsas odur ki, bunun ikisi də onsuz da görürsünüz ki, ikisi də nədir? İkisi də alifatikdir. Alkin də alifatikdir, alkadiyen də alifatikdir. Ona görə də onlar alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir vahid əksik olur. Burada da baxıram ki, C4H6-da ümumi 10 dənə atom var. Ondan bir vahid əksik 9. X eləyir 9. Pi rabitəsi isə alkadiyen nəzərində də tutsa 2 pisi var. Çünki alkadiyenlərdə 2 dənə 2 qat var. Alkinlərdə bir dənə 3 qat. Ona görə hər iki ehtimalda belə 2 dənə pisi var. Cavab ona görə 5'də C variantı. 6-cı suala keçirəm. Nə deyir 6-cı sualda? 6-cı sualda deyir ki, karbon atomlarının sayı eyni olan alkin. Məsələn, tutaq ki, C4H8 yazıram, bir alkin yazdım. Eyni sayda karbon olan bir alkin yazdım, C4H6. C dəqiqə, yönümünə belə yaz demir. Alkin CnH2-dir. Alkadiyen CnH2 çıx 2-dir. Bəli, həqiqətən də karbonların sayı n eynidir. Deməli, bunların emer cəmi 14n üstə gəl 14n çıx 2 bərabərdir 82-yə. N eləyir 3. Hər birində 3 dənə karbon var da N3 aldım, B variantı. 7-ci sualda. Deməli, 7-ci sualda XY karbohidrogenləridir, gördüyünüz kimi. Molekulunda olan karbon atomlarının sayı. Karbonun sayı 4 dənə olanda sigması 9 dənədir deyir. Yoxlaya bilərik də, məsələn, birincidə A variantında alkan yazıb. Alkanda 4 karbon varsa bu C4H10'dur. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir vahid əksik olacaq. Deməli, burada 13 sigma var. Alkan ümumiyyətcə bunu ödəməz. Alkenə keçirəm. Alken CnH2-dir. Yenə karbon sayına 4 qoyanda C4H8. Burada da 12 dənə
atom var, 11 dənə sigma eləyir. Bu da ödəmir. Hə, daim bir dəqiqə. Burada 11 sigma verərlər. 11 sigma orada var, bax, Z-də. Deməli, Z alkendir. Elə bunu bəri başdan tapdım. Nə gözəl. Aha. Deməli, bir də variantlarda alkin var. Alkinə baxaq. İndi 4-ü alkində yerinə qoyaq. Onda bu C4 H6 eləyir. Alkin də alfatikdir. Sigma ümumi atom sayına bir vay dəyişik. Ondan bir vay dəyişik 9 dənə sigma var. Deməli, bu alkindir. X-im alkindir. Variant çıxdı da onda. Y variantı. Y-də 3, Y variantında alkana C3H8 döyük. C3H8-də 11 atom var. Bu da eləyir 10 dənə sigma. Ödəyir dənə. Y-də alkandır. Cavab 7-də Y variantı 8-ci sualda. Alkinin molekulunda alkin necə yazılır? CNH2 çıx 2. Ümumi atomun sayı 3 çıx 2-dir. Sigmada 1 əksik 3 çıx 3-dür. Bu 9-dursa N eləyir 4. Deməli bu C4H6-dır. 12-yi 4-ə vururam 48, üstə gəl 6. O da eləyir 54. A variantı. 8-də A. 9-da. 9-cu sualda. Homoloji sıralara əsasən X, Y-i müəyyən edin. Baxın. C2H6 alkandır. Sonra X gəlib, sonra C4H10. Deməli bu C2H6-dan sonra C3H8 gəlirdi alkanlarda. İndi o birisinə keçirəm. C3H4 CNH2 çıx 2 formuluna tabidir. Sonra C5H8 amma arada bir də var. O C4H6-dır. Yəni C2H6-dan C4H10 arasında hansı alkan yerləşir? C3H8. Və C3H4 ilə C5H8 alkininin arasında C4H6 yerləşir də, onu istəyir. Aydın oldu mu? Bunlar Y variantındadır. Y. Cavab Y. Sonra 10-cu sualda 2 mol metanda olan hidrogen atomunun sayı. Metan CH4 yazılır. 2 mol metan deyir. Burada 8 dənə hidrogen var. Neçə mol asetilində olar? Asetilen C2H2-dir. Neçə asetilen? Neçə hidrogen var asetilində? 2 dənə. Bəs 8 dənə hidrogen neçə asetilen deməkdir? 4 mol. C variantı. Alkin. Alkin yazılır. CNH2 çıx 2. Aha. Deməli, karbon atomunun sayı... Deməli, biz buradan nə görürük? Hidrogeni necə tapırıq? Karbon sayını 2-yə vurub 2 çıxırıq. Elə, karbon sayını 2-yə vur 2 çıx. Karbon sayı N plus 1-dirsə, hidrogen sayını tap görüm. Bunu 2-yə vur 2 çıx. Bu eləyir 2-yə. Hidrogen sayı 2-yə. B variantı. 12-də. 12-də pentin 2-ni səmərəli üsulundan adlandır. Pentin. 5 karbon düzüldü. Pentin 2. İkinciyə 3 qat qoyuldu. Hidrogenlər tamamlandı. Səmərəli üsul alkinlərdə necə adlandırıq? 3 qatı seçirik. Ona birləşən qolları kiçikdən böyüyə doğru deyib, axırda asetilen deyirdik də. Metil. Bu metildir. Bu etildir. Bu da asetilendir də. Metil, etil, asetilen var mı? D variantına baxanda görürük də variantı. 12-yi dedim. Elə. Sonra 13-cü sual nədir? Alkində hidrogen atomunun sayı 10 dənədir. Bu hansı alkindir? Alkin CNH2 çıx 2 deyik. Burada 2 çıx 2-yi 10-a bərabər eləyəndə N6 eləyir də. Deməli bu C6H10-dur. Bunda sigma rabitə 15 dənə olacaq. Atomun sayına bir vay dəyişik elədim. Baxın, disikloalkanla aren qapalı zəncirdir deyə onlarda sigma ümumi atomun sayı qədər götürüləcək. Amma alkan, alken, alkin, alkadiyen, alifatikdir deyə onlarda sigma rabitə ümumi atomun sayından bir əksik götürüləcək. Niyə? Məsələn, biri var ki, məsələn 3 karbon deyirəm. Görsən bunun arasında 2 sigma var. Amma biri də var bunu qapalı eləyirəm. Görsən burada 3 karbon arasında 3 dənə sigma var. Səbəbi odur da bir əksik və yaxud da özünə bərabər götürülməsinin. Propilen bir dəqiqə. Deyir 21 qram propilenin tutduğu həcm. Propilen necə yazılır? C3H6. Bu neçə qramdır özü? 42 qram. Normalda özü neçə litrdir? 22.4. Özü 42 qram olanda 22.4 litr tutursa 21-də X-dir. O deyir 11.2 litr. Deyir bu həcmi neçə qram asetilen tutar? Asetilen C2H2 özü 26 qram deyil. 26 qram özü normalda 22.4-dürsə 11.2 litrində neçə qram asetilen tutar? O da eləyir 13. A variantı. Yəni bu litri aldım, bu birisində yerinə qoydum da. A variantı. 15-də. 15-də nə deyir ki? 15-də deyir ki,
Açıq zəncirli karbohidrogəndə karbon atomlarının sayı 5 dənədir. Pir abitənin sayı 2 dənədir. Onda bilirsiniz ki, bunlar CNH2 2 formuluna tabidir. Çünki alkin, alkadiyen bunların ikisində formulu eynidir, ikisində də 2 pir abitə var. İndi 5 karbonu varsa C5H8-dir də bu. Aha, neçə dənə siqma rabitəsi var? Ümumi atomun sayından bir vay dəyəcək, çünki alfatikdirlər. Bu deyilir 12Y variantı. Sonra 16-cı sualda. Deməli, karbohidrogen X-dir, cis trans izomeriliyi var. Karbohidrogenin 1 molu ilə birləşən hidrogenin mol miqdarı 1-dir. Onda sonra ini olanı çıx. Niyə? Çünki onlar 2 pisi var, 2 mol birləşdirəcək. Baxın, cis trans izomeri var. Onda biz bu ten 1-i çıxaq. Penten 1-i çıxaq. Niyə? Alkini niyə çıxdım? Orada heksini. D variantını niyə çıxdım? Çünki heksində 2 pi var. Ona görə o özünə 2 mol hidrogen birləşdirə bilir. Başa düşdünüzmü? Ona görə çıxdım. S ilə Y-ni niyə çıxdım? Çünki penten 1 ilə bu ten 1-də 2 qat başdadır. 2 qat ucda olanda cis trans izomerlik olmur. Onda cavab ya A qaldı, ya B. Bu ten 2. Bax, bu olacaq. Belə. Bu ten 2. Bunun cis trans izomeri var. 1 pis olduğuna görə 1 mol hidrogen birləşdirir. Aha. İndi Y elədi ki, cis transı yoxdur. Cis transı yoxdur. Özünə də 2 mol hidrogen birləşdirir. Onda B-nə avtomatik çıx. Niyə? Etan var orada, Y-də etan. O alkandır, o doymuşdur, hidrogen birləşdirmir ki. Deməli, asetilendir. Buna bax. 2 pisi var. Cis transı yoxdur. Baxın, alkan, alkin, arenlər. Bunlarda cis trans yoxdur. O birisi də propendir də. 2 qatı ucda deyə cis transı yoxdur. Alkendir deyə 1 mol hidrogen birləşdirəcək. 16-da A variantı, 17-də. Bunun molekulunda nə deyir burada? Deməli, CH2, 2 qat CH, vinil asetilendir, bunu bilirsiniz. Bu karbonlar sp2-dir, çünki 2 qat çıxıbsa sp2-dir, 3 qatlısa sp-dir. sp2, 2 dənə sp2 var, 6 hibrit var, x6-dır. sp, 2 dənə sp var, bir sp-də 2 dənəsə bu 4 deyir, bu deyir y. İndi bu x 4 yox. X, bundan 2 vahid çoxdur. Onda y üstə gəl 2 döyüm. Yəni C variantı oldu. 18-də. Alkin molekulunda kimyəvi rabitənin yaranmasında 4 ədəd sp3 hibrid orbitalı iştirak edir. Həmin 4 ədəd sp3 hibrid orbitalı. Baxın, siz bilirsiniz ki, bir sp3-ün yaranmasında 4 hibrid var. Onda belə çıxır ki, 4 ədəd sp3 hibrid o deməkdir ki, orada bir dənə karbon sp3-dür. Alkində də bilirsiniz ki, nağda 2 dənə sp var. Nağda, istənilən alkində 1-3 qat var. 3 qatın birləşdiyi karbonlar sp-dir. Ona görə 2 sp-si var və 4 ədəd sp3 hibrid orbitalı bir dənə karbon deməkdir. O da cəmi eləyir 3 dənə. Deməli, bu alkin propindir. Gördünüzmü deyirəm? Bəli. Baxın, istəyirsiniz. 1 sp3 var, 1 sp3-də də 4 hibrid var. Həmin alkin molekulunda siqma rabitənin sahibi maddə C3H4 deyil. 3-ün üstə 4 gəndə 7, 1 əksik 6. Alfatikdir deyə 1 əksildim C variantı. Ya da belə də saya bilərsiniz də. Bax, burada görürsən. 3 karbon arasında neçə siqma var? 2 dənə. 4-ü də hidrogendən gəlir 6 dənə. 19-cu sualda. Deməli, mənə deyir ki, karbohidrogenlərdir. Karbonların sayı hamısında eynidir. Onsa variantlarda da hamısında eyni karbon var. Amma hibrid orbitalın sayı getdikcə artır. Bax, deyərəm ki, hibrid ən çox alkanlardadır. Bəli, əlbəttə ki, alkanlardadır. Çünki bilirsiniz niyə? Onlarda hamısı sp3-dür axı. Bax, siz bilirsiniz ki, 1 sp-də 2 hibrid var. 1 sp2-də 3 hibrid var. 1 sp3-də 4 hibrid var. Yəni 1s 3p, 1s 2p, 1s 1p. Aha, tamam. Deməli, hibrid orbital sayı artırsa, deməli sonuncu mütləq alkandır. C-Y. Onda sonra hasındadır, sp2 olanlarda bu alkendir. Sp də alkinlərdə var. Onda C variantıdır. Propin, bax, baxaq mı? Propin budur. Bax, görsənmi, bu sp-dir bunlar. Amma bu sp3-dür. Propenə bax. Bunlar sp2-dir. Bu da sp3-dür. Görsənmi? Bu da vahşi hamısı sp3-dür. 3 dənə sp3 var. Aydın oldu mu? C variantı. 20-də.
Bir ədəd 2 qat, bir ədəd 3 qat rabitəsi olan birləşmə. Bilirsiniz ki, hamınız bu vinil asetilendir. Belə deyim. Bir ədəd 2 qat, bir ədəd 3 qat rabitəsi olan birləşmələrin formulu. Bu vinil asetilen, bu da C4H4'dür. C4H4. İndi orada o hası ödəyər onu? B variantı ödəyir də. Bax, CnH2-4'dür bu. Burada 4'dür. Bu N'in yerinə 4 qoyanda C4H 2 dəfə 4, 8, 4 çıxanda 4. Bəli, B variantı. Bir ədəd 2 qat, bir ədəd 3 qat olan vinil asetilendə o da ki CnH2-4 formuluna tabidir. Karbon atomuna 2 vinil. Vinil radikalı budur. Bir ədəd metil. Yəni heç nə boş qalır. Bu da hidrogen olacaqdır. Bu formulu göstər demir bizə. Y variantındadır da. 22'də. Maddə X-dir. Molekulunda 1 pisi var. 1 pisi varsa alkendir. 2 pisi varsa alkindir. 3 pisi olan vinil asetilendir də. Hamınız bunu bilirsiniz axı. Onda B variantıdır da. Etilen, asetilen, vinil asetilen. Sonra 23. Hansı birləşmə molekulunda bütün karbonlar sp hibrid vəziyyətdədir? Asetilen bu 100%'dir. Buna bax. sp. Bütün karbonları dedi ha. Məsələn, vinil asetilenə niyə yaxın getmədim? Çünki orada sp var, amma bunlar sp2'dir. Divinildə vahşi hamısı sp2'dir. Propində də bu sp3'dir axı. Divinildə bu da. Bu tadiyen bir 3'dir axı. Bunun 4'ü də sp2'dir. Olmaz. Yalnız bir. Y variantı. 24. sualda. Karbohidrogen alkendir. 6 hidrogeni varsa deməli bu C3H6'dır. A bərabərdir 3. C5H12 alkandır. Çünki niyə? 2'yi 5'e vurub, üstəki gəlibsə bu CnH2 plus 2. Bu CnH2 üstə gəl 2'də. Karbona 5 qoyanda hidrogen 12 eləyən. Alkandır. A3'dür, o da alkandır. O birisində alkin CnH2 çıx 2'dir. Yəni 6 qoyanda C6H10 eləyir də bu da. Düzmü vurğuladım? A variantı. 25. sualda. İzomer maddələri göstərin. Əgər bunları yəni rahat seçmək istəyirsinizsə, ən sadə yolu bunların hamısını yığmaqdır. 2, 4. C4H6 birincidir. C4H10 ikincidir. C4H6 üçüncüdür. C4H8 dördüncüdür. CB yox, üzr istəyirəm. 4 karbon var. C4H6 yığ da hamısına. Birincidə 4 karbon var, 6 hidrogen var. İkincidə 4 karbon var, 10 hidrogen var. Hə. İzomer alsa da bunlardır da izomer. İzomer dediyin nədir? Emerləri eyni, quruluşları fərqli olanda. 1, 3, 5. 26. sualda. Maddənin adı hansı hallarda doğru verilmişdir? Yəqin ki, həm səmərəli, həm beynəlxalqını yazıb da. Baxaq mı ikisinə də. Səmərəlliyi eləyirəm. 3 qat olan hissə işarələnir. Bunun adı etildir, bunun adı izopropildir. Etil, izopropil, asetilen. Ona görə 4-cü ifadə doğru. 4 düzdür. İndi beynəlxalq ən uzun zəncir seçilir. Baxıram ki, hər iki tərəfdən nömrələyəndə 3 qat 3'ə düşür. Onda radikalın yaxın olan tərəfə gedirəm. 2 metil, heksin 3. O da 2 doğrudur. 2 ilə 4. 27'də. Alkinlərin ikinci nümayəndəsində pi rabitənin sayı rabitənin ümumi sayının neçə faizini təşkil edir? Alkinlərin ikinci nümayəndəsi. Alkin CnH2 çıx 2'dir. Alkinlərin ikinci nümayəndəsi. Burada N2'dən başlayır. Onda ikinci nümayəndəsi C3H4'dür. Burada pi rabitələrin sayı rabitənin ümumi sayının. Bax, bunda pi rabitə 2 dənədir. Çünki alkinlərdə 3 qat var, orada 2 pi var. Bəs sigma rabitə nəyə bərabərdir? Ümumi atomun sayından bir vay dəyişik. Ümumi atom 7'dir, 1 əksik 6. 6'ın üstə 2 gəndə 8. 8'im 100'dürsə 2x-dir. O da eləyir 25%. Çünki mən ümumi rabitə deyəndə sigmanın pini cəmlədim. 100% qəbul elədim bunu. Pi rabitədə 2 dənədir axı.
2 8-in də 4də 1-i deyil, o da 25% eləyir. 28. 3 metil pentin 1-i nizamerini müəyyən edin. 3 metil pentin 1. Bunun nizameri ya alkin olar, ya da alkadiyen olar. Alkadiyen siniflər arası olacaq. Bir də öz sinif daxil olacaq da. Ya belə eləyə bilərik. Bax, ən rahatı. 3 metil pentin 1-də neçə karbon var? Metildə 1, pentində 5, 6 dənə. Bu C6, H10 deyilmi? Hardan bildim? Çünki alkindir də, o CNH çıx ki, karbonu 6 dənədir. Buraya 6 qoydum, C6, H10. İndi oradakilərin hamısını yığ. Bax, birinci maddə. C5, 2, 4, 5. C5, H8'dir. İkinci maddə. 2, 4, 6. C6, H10'dur. Yığ da. Üçüncü maddə. 2, 4, 5. C5, H8'dir. Dördüncü maddə. 2, 4, 6. C6, H10'dur. Deməli, bununla bu da 2 ilə 4 deyim. 2 ilə 4 bunun izameri olacaq. Çünki emerləri eyni quruluşları fərqlidir. C2H2, C6H6. Maddələr üçün eyni olanlar nədir? Bəli, karbon kütlə payı eynidir. Niyə? Çünki hər ikisində indekslər birin birədir. Bir düz. Bir molekulunda atom sayı birində 4, birində 12-dir. Sadə formullar bəli. Hər ikisinin indekslərini nisbətini aparsan, hər ikisinin formulu elə bir sadə formulu ha. CH-dır. Ümumi formullar demir ha. Məsələn, C2H2, CNH2 çıx 2-yə tabidir. Amma C6H6, CNH2 çıx 6-ya tabidir. O ümumi formulları eyni deyil. Yəni, bax, 6-ya bax, məsələn, 6-ya səhv qoydum, görsəm, yazıb həqiqi formullar. O, onun öz formulları da həqiqi siniflərinin formullarıdır. O, eyni deyil. Amma sadə formul odur ki, ayaqlarını ixtisar aparanda görürsənmi, birin birədir. Ona görə 3 düz. Hidrogenlə karbonun kütlə payı hər ikisində dedik də, yəni eyni olacaq. 4 düz. Elementlərin kütlə nisbəti. O da eynidir. Niyə? Çünki onsa indekslər birin birədir də, o da eynidir. 1, 3, 4, 5. 30'da. Molekulunda 12 hibrid orbital olan alkin. Alkin yazılır CNH2 çıx 2. Alkinlərdə 2 dənə sp var. En çıx 2 dənə də nə var? sp3 var. 2 sp-də 4 hibrid var. sp3-də 4'ü vuranda 4 en çıx 8. Bu da eləyir 4 en çıx 4. Bərabərdə 12-yə. En buradan eləyir 4'ə. Deməli alkinimi tapdım. C4H6 imiş. Deyir, burada hidrogen atomu sayı tapdım da 6 dənə cavab. Alkin molekulunda rabitənin əmələ gəlməsinə sərf olunan elektron bulutlarının 25%-ni nə deyir o? sp3 hibrid vəziyyətində olan elektron bulutlardır. Bax, alkin yazılır CNH2 çıx 2. Bunda 2 dənə sp var. 2 sp-də 4 hibrid var. En çıx 2 dənə də nə var? sp3 var. Bu da eləyir 4 en çıx 8. Aha. Alkin molekulunda rabitənin əmələ gəlməsinə sərf olunan elektron bulutlarının alkin molekulunda rabitənin əmələ gəlməsinə sərf olunan elektron bulutlarının 25% sp3 hibrid vəziyyətində olanlardır. Bunların cəmi neçə eləyir? 4 en çıx 4 eləmir. 4 en çıx 4'üm 100%'dirsə ümumi. Bu birisi 25%'dir. 4 en çıx 8'im 25%. Bununla bu gedəndə 4. Bu nə qədər eləyir? Bir dəqiqə. Bu bölünmədi burada. Bircə dəqiqə bu alınmır, axı vermir bunu. Təzdən baxım. Bax, alkin deyir də, CNH2 çıx 2, düz deyilmi? Mən burada nə ilə işlədim? Hibrid orbitalla işlədim də. Yəni sp-lə, sp3-dən danışdım, hibrid orbitalı. Amma bu bizə nə deyir? Deyir, alkin molekulunda rabitənin əmələ gəlməsinə sərf olunan. Uşaqlar, biz burada təkcə hibridi yazdım. Mən bir qeyri-hibrid də var axı. Alkin molekulunda rabitənin əmələ gəlməsinə sərf olunan elektron bulutlarının 25% sp3 hibrid vəziyyətində olandır. Yəni rabitənin əmələ gəlməsinə sərf olunan elektron bulutları. Yəni bu təkcə hibrid orbital demir ki, və bura qeyri-hibrid də daxildir axı. Onda gəlin belə eləyək. Əvvəl hibridi çıxardaq bir dəqiqə. Hibrid 2 dənə sp var, nağdır. En çıx 2 dənə var, sp3 var. Buradan nə aldım?
4 dənə üstəgəl 4-in çıx 8. O da eləyir 4-in çıx 4. Bu bizim hibridimizdir. Bəs qeyri-hibrid? Hər hidrogen bir dənə qeyri-hibriddir. Bir də sp3-də qeyri-hibrid yoxdur, amma hər sp-də 2 dənədir, ikisində eləyir 4 dənə. Bu da eləyir 2-in üstəgəl 2. Deməli, onda 4-in çıx 4, üstəgəl 2-in üstəgəl 2. Bu da nə qədər eləyir? 4-in çıx 2-yə. Yox, 4-in yox, 6-in üzr istəyirəm. 6-in çıx 2-yə. Yəni, onda, belə deyək də, rabitənin əmələ gəlməsinə sərf olunan ümumi elektron buludlardır bunlar. Yazıram, hibridlə qeyri-hibridin cəmi də 6-in çıx 2, 100%dirsə, bu məndən bunun 25% SP3-dür deyir. SP3 onsa burada görsənir də. SP3 nə qədərdir? N çıx 2 dənə. N çıx 2 dənə SP3-dən hibrid var. Bir SP3-də 4 dənədir, vuranda 4-in çıx 8 eləyir də. Bunun 25% verir. Bizə dəqiqə bu eləyir 4. 16-n çıx 32 bərabər 6-n çıx 2-yə. 6-ni bu üzə keçirəndə 10-n bərabərdir. Bu da 30, n eləyir 3. N 3-dürsə, deməli n 3-dürsə bu C3H4-dür. Deməli bu alkində sigma rabitələrin sayına baxacaq. Bu alkində neçə dənə atom var ümumi? Bu alkində 7 dənə atom var. Elə biz də nə danışmışıq sizlə? Demişik ki, alkinlərdə alkin ümumiyyətlə alifatikdir. Alifatiklərdə də sigma rabitənin sayı ümumi atomun sayından bir pay dəysik olur. Düzdür? 7 dənə atom varsa, onda 6 dənə sigması var. Bəli, düzdür. Cavab 6-dır. Bayaq təkcə hibridlə işlədim, o. Bəs o qeyri-hibrid də var axı orada. Rabitənin əmələ gəlməsinə sərf olunan, alkin molekülündə rabitənin əmələ gəlməsinə sərf olunan ümumi elektron buludlarından danışırıq bu. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.